Hər vaxtınız xeyir. Bəli, Vaşinqtonda səsləndirilən açıqlamalar göstərir ki, ABŞ Venezuela böhranında artıq sadəcə siyasi bəyanatlar mərhələsini arxada qoyub və prosesin icra mərhələsinə keçiribdir. Dövlət katibi Marco Rubio mətbuata açıqlamasında Venezuela üçün hazırlanan 3 pilləli yeni yol xəritəsini ilk dəfə açıq şəkildə təqdim etdi. Rubio bildirir ki, ABŞ-nin birinci hədəfi Venezuelada sabitliyin qorunmasıdır. Bunun üçün Vaşinqton ölkə üzərində misilsiz bir mexanizmi, neft karantinini işə salıbdır. Sanksiyalar səbəbindən ixrac edə bilmədiyi Venezuela neftinin 50 milyon bareli ABŞ tərəfindən nəzarətə götürüləcəkdir. Bazar qiymətləri ilə satılacaq və əldə edilən vəsaitin xərclənməsi tam şəkildə Vaşinqtonun nəzarətində olacaqdır. Rubio vurğulayır ki, bu vəsait korrupsiya və rejim strukturlarına deyil, birbaşa Venezuela xalqının rifahına yönələcəkdir. İkinci mərhələdə ABŞ Venezuelada bərpa və barışıq prosesini başladacaqdır. Qərb şirkətlərinin Venezuela bazarına girişinə şərait yaradılacaq və vətəndaş cəmiyyətinin yenidən qurulması gündəmdədir. Üçüncü mərhələ isə artıq ölkədə keçid hökumətinin formalaşdırılması və yeni idarəçilik modelinə keçid mərhələsi olacaqdır. Rubio'nun açıqlamaları onu göstərir ki, ABŞ Venezuela üzərində indiyədək olmadığı qədər iqtisadi, siyasi və hətta inzibati nəzarət mexanizmi qurur. Bu, post-Maduro dövrü üçün hazırlanmış yeni idarəçilik arxitekturasıdır. Rubio həmçinin bildirdi ki, bu proses ABŞ büdcəsinə heç bir maliyyə yükü yaratmır. Əksinə, ABŞ-nin nəzarətində satılacaq neft gəlir mənbəyi rolunu oynayacaqdır. Bütün bunlar Vaşinqtonun Venezuelada artıq sadəcə vasitəsi deyil, prosesin birbaşa icraçısı və idarəçisi rolunu keçdiyini açıq şəkildə göstərir. Bu isə o deməkdir ki, Venezuela böhranı artıq yeni, daha sərt və daha nəzarətli mərhələyə daxil olubdur. Belə Vaşinqtondan çatdıracağım məlumatlar bunlar idi.